Azərbaycanda getməsinə düz baxmıram. Çünki Azərbaycanda gecə klubu yoxdur. Hamısı bilirsizlər, mənim yerlərdir. Başqa Avropa ölkəsi olsa da, əsl Avropa ölkəsi fasonunda getməyinə yaxşı baxıram. O qədər bu elm, texnika inkişaf edib, o qədər bu WhatsApp-lar, nə bilim nələr inkişaf edib. Onlar girib burada hər şeyi görürlər və mənə elə gəlir ki, belə şeylər uşaqları daha çox pozur. O gecə klublarına qızların getməsi çox mənfi yanaşır. Çox da yaxşı münasibət bəslənirəm. Çünki evdə valideynlər, ata-ana çox nigaran qalır. Bir də bilmir ki, başlarına klubdan çıxandan sonra nə gələcək. Кому нравится такой отдых, осуждать нельзя. Ну, в общем-то, хорошо было бы, чтобы они не nочью там были. Normal değil, normal olmalılar. Üstəyin gecə klublar bizdə normal. Gənc qızların gecə barlarına getməsinin münasibətim, yəni Azərbaycandakı barlar, yəni indiki vəziyyətdə bizə xaricdə olan barlara nisbətən bar anlayışı bizdə fərqlidir. Amma normalda qızların bara getməyinə normal, münasibətim yaxşıdır. Gənc qız evdə olmalıdır, axşam. Gənc qızların gecə klublarına getməsinə mən pasaqlar kimi, valideyn kimi baxıram. Səbəbi? Səbəbi odur ki, bizim mentalitetimize de uyğun gəlmir. O özəlidir. Bizə yəni ki, dəxli yoxdur, özəlidir. Sadəcə insan özünə yerdə zavı ilə apara bilirsə özünü. Onun problemi yoxdur, o gecə klubu, yəni harasa. Axı öz ağlı sünnətcə məncə normal şey. Məncə yox, olmaz, gecə klubları. Siz də deməsiniz. Yox, vəbşə yaxşı bir şey deyil getməkləri. Nə var orada? Gecə evdə, evin rahatçılığına klubda nə var? Mən yaxşı sevmirəm. Bilirsiniz necədir? Əslində mən belə düşünürəm ki, xaricdəki kimi keyfiyyətli olsa, xaricdəki strategiya olsa, bizdə belə bir problem yoxdur. Amma bizim cəmiyyət bunu bir qədər belə özləşdirib, ona görə bizim ölkədə yaxşıdır. Əylənirlər, gənclər yəni normaldır. Bütün dünyada normal olan bir şeydir. Bizdə də. Сейчас у каждого своя жизнь, то есть я нормально к этому отношусь. Ümumiyyətlə bizdən olsa, günü gücündən o klublara az yaşlı qızların getməsinə qadağan edilir. Normaldır, yəni baxırlar. Yaxşıdır. Səbəbi də ki, gənclər də getməlidirlər də.